Hər kəs salamlayıram. Bu günləri mən 9-u 3-cü ay 2025-ci il tarixində Azərbaycan dilindən düşmüş sualları fonetika hissəsini cavablandıracağam, izah edəcəm. İlk olaraq başlayırıq 31-ci sualdan. Sual belədir. Cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. 1. Qarşı tərəf buz bağladığından nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdır. Qarşı tərəf sözündən gedir söhbət. Fərqləndirilmiş söz bu da budur. 2. Maşın saat 2-də şərqə tərəf yollandı. Burada isə istiqamət bildirir gördüyümüz kimi. A. Sözə qoşularaq məna açıları yaradır. Sözə qoşularaq məna açıları yaradan nitq hissəsi qoşmadır və ikinci, deməli, A-nı yazırıq ikinci qabağına. Daha sonra ifadə olunan fikrə münasibət bildirir. İfadə olunan fikrə münasibət bildirmə məsələsi heç birinə aid deyil. Daha sonra leksik mənası var. Leksik mənası bir də var. Yazırıq C. Daha sonra yalnız qrammatik mənası var. Biz bilirik ki, köməkçi nitq hissələrinin yalnız qrammatik mənası olur. D-ni yazırıq. Cümlə üzvləri arasında əlaqə yaradır. Cümlə üzvləri arasında əlaqə yaratmaq isə heç birinə aid deyil. Deməli, 1-ə C, 2-ə A, D. Cavab olacaq C variantı. İkinci suala keçid edək. Xalqımızın mərd oğulları bu mübarizəyə qoşuldular ki, gələcək nəsillər azad və xoşbəxt yaşasınlar. Tabeli mürəkkəb cümləsinin təhlillə bağlı səhv fikir istəyir bizdən. İlk olaraq biz deməli, tabeli mürəkkəb cümlədə baş və budaq cümlənin sxemini müəyyənləşdirək. Baş cümləmiz və budaq cümləmiz bu şəkildədir. A variantı. Budaq cümlə baş cümləyə bağlayıcı ilə bağlanıb. Bəli, ki bağlayıcı ilə bağlanıb. Sxemi uyğundur, doğrudur. Həm baş, həm də budaq cümlədə sintaktik əlaqənin hər iki növündən istifadə edilib. Nəzər salsaq görərik ki, deməli, budaq cümlədə azad və xoşbəxt tabisi əlaqəsi, xoşbəxt yaşasınlar. Bu isə tabeli əlaqəsindədir. Demək istədiyim odur ki, ikinci cümlədə, yəni budaq cümlədə həm tabisizlik, həm də tabeli əlaqəsindən istifadə olunub. Lakin birinci cümlə, yəni baş cümləmizdə isə tabisi əlaqəsi yoxdur. Tabeli əlaqəsi olsa belə, tabisi əlaqəsi yoxdur. Bu baxımdan C variantı yanlışdır. Digər variantlara baxmağa ehtiyac yoxdur. Bizdən səhv fikir istəyir. Gəldik növbəti tapşırığa. Uyğunluğu müəyyənləşdirin deyir. İsmi birləşmə və feili birləşməni istəyir bizdən. Deməli, birdə deyir, qəfildən səs eşidildi. Qəfildən səs eşidildi. Heç bir burada ismi birləşmədə feili birləşmə yoxdur. Ona görə qarşısına x qoyuruq. Düşmənin çirkin niyyətini dünyaya sübut etməliyik. Düşmənin niyyətini. Bu ismi birləşmədir. B-ni yazırıq ismi birləşmənin qarşısında. Sən bunu deyirdin. Burada da yoxdur. Bu da getdi. Daha sonra D variantında Cəmil gedərkən uşaqlar yuxulu idilər. Deməli, gedərkən, Cəmil gedərkən, arkən feili bağlama tərkibidir, feili birləşmədir. 2-yə D-ni yazırıq. Təşkil edilmiş bu sərgidə rəssamlar da iştirak edirdilər. İlk baxışdan elə təsəvvür edə bilərsiniz ki, təşkil edilmiş sözü feili sifətdir və bu feili birləşmədir. Əslində isə bu yanlış anlayışdır. Biz bilirik ki, olmaq, etmək, bilmək, qılmaq kimi feillər, onlar müstəqil feil hesab edilmədiyindən təşkil etmək mürəkkəb söz yaradıb. Yəni bu bir sözdür. Təşkil edilmiş sərgi. Biz də əsas tərəfə baxdıqda görürük ki, sərgi sözü isimdir və bu ismi birləşmədir. Y variantı da getdi ismi birləşməyə. Deməli, cavabımız olacaq 1, B, Y, 2, D. A variantı. Gəldik növbəti suala. Verilmiş cümlələrdə zərfin mənacı hansı sözləri işlənmişdir? Biz kəndə çatan... Diqqət edin, burada zərfin mənacı növlərindən söhbət gedir. Zərflikdən yox, zərfin mənacı növlərindən. Biz kəndə çatanda meşədəki torağayların səsi güclə eşidilirdi. Burada güclə sözü hansı tərzdə? Tərz. Daha sonra Cavanşir bir qədər dincəlib. Nə qədər? Bu da kəmiyyət. Dincəlib yoluna davam etdi. Deməli, tərz və kəmiyyət cavab D variantı. Deyir, hansı sırada bütün sözlərin yazılışı səhvdir? Baxırıq, düşkün sözüdür. Deməli, düşkün sözü bir qədər hərflər pozulub, ona görə yaxşı oxumaq mümkün deyil. Düşkün sözü Q hərfi ilə yazılmalıdır. Burada isə G hərfi ilə yazıldığını müşahidə edirik. Kokteyl sözü. Kokteyl sözündə bilək ki, Y hərfi olmalıdır. Kokteyl formasında yazılır. Alayarımçıq sözü isə biçik yazılıb. Bu defslə yazılan sözdür. Cavabımız olacaq A variantı. Digər variantlara baxmağa ehtiyac yoxdur. Daha sonra söz sırasının pozulduğu hansı nümunədə həm sadə, həm də mürəkkəb isim işlənmişdir? Baxırıq. Doğrusu qohum əqrəbanın sözləri mənim də beynimə batır yoldaş. Burada qohum əqrəbə sözü var, amma sadə isim görmədim. Daha sonra deyir, bu xəbəri eşidər-eşitməz hər kəs təlaşla binanı tərk etdi. Deməli, burada da mürəkkəb isim görə bilmirik. Keçirik. Bəs kimə yetişəcək o bağ-bağçanın qazancı? Deməli, bağ-bağça sözü var və yenə də sadə isim yoxdur. Gəldik. Açıldı, bayraqlar çalındı. Boru, fələk görməmişdi. Bu urhavur. Urhavur sözü mürəkkəb isimdir. Bayraq sözü isə sadə isimdir. Cavabımız olacaq D variantı. Daha sonra gəlirik. Hansı cümlədə tamamlıq söz birləşməsi ilə ifadə olunmamışdır? Baxın, tamamlıq lazımdır bizə və söz birləşməsi ilə ifadə olunmasın. Bu meyvələrin hamısını Məhəmməd Həsən əminin bağından dərmişik. Nəyi? Meyvələrin hamısını, düzdür. Tamamlıq var, amma söz birləşməsində ifadə olunur. Vaqif, bu adamların çoxunu tanımıram. Kimi adamların çoxunu yenə söz birləşməsində ifadə olunur. Hamı öz fikrinin doğru olduğuna inanırdı. Nəyə inanırdı? Öz fikrinin doğru olduğuna. Burada söz birləşməsində ifadə olunub. Əcnəbi turistlər Şəkini, görməli yerlərini, gəzdilərini etdilər, gəzdilər. Kim? Turistlər. Hansı turistlər? Əcnəbi. Nə etdilər? Gəzdilər. Haranı? Şəkinin görməli yerlərini.
Burada da olmadı. Gəldi Y variantına. Bu hadisədən sonra Sevil hər şeyi etiraf etdi. Nə etdi? Etiraf etdi. Kim? Sevil. Nəyi etiraf etdi? Hər şeyi. Hər şey bilirik ki, yenə də mürəkkəb sözlə ifadə olunub. Bu söz birləşməsi deyil. Buna görə də cavabımız elə olacaq Y variantı. Daha sonra gəldik 38-ə. 38-ci sualda uyğunluğu müəyyənləşdirmək istəyir. Bizdən əlavə bölməsinə aid olan bir sualdır. Əlavələrə aiddir. Tamamlığın əlavəsi, mübtədanın əlavəsi və yer zərfliyinin əlavəsini istəyir bizdən. İlk olaraq başlayırıq A hissəsindən. A-da deyir ki, Azərin atasına Amir dayıya məktub yazdıq. Kimə? Azərin atasına kimə? Amir dayıya. Deməli, bu tamamlığın əlavəsidir. İkin qabağına A yazırıq. 2 gündən sonra Cavadı yeni mühəndisi nazirliyə dəvət etdilər. Kimi? Bu da getdi tamamlığa. Daha sonra bizim evimiz mənzərəli bir yerdə göl qırağındaydı. Haradaydı? Mənzərəli yerdəydi. Haradaydı? Bu xəbərin əlavəsidir. Bizdən bu istənilmir. Gəldik. Qrupun yeni rəhbəri gənc qız görüləcək işlərin var. Kim? Qrupun yeni rəhbəri kim? Qız. Bəli, bu da mübtədanın əlavəsidir. D variantını buraya yazırıq. Daha sonra anar kəndə bu doğma obaya tez-tez gəlirdi. Haraya? Bu isə getdi yer zərfliyinin əlavəsinə. Yeni də yazırıq buraya. Deməli, cavab variantımız olacaq B variantı. Gəldik növbəti suala. Deyir ki, gözü su içməmək frazoloji birləşməsi hansı mənaya uyğun gəlir? Gözü su içməmək, bir insandan gözü su içmək, yəni ona inanmamaq mənasını ifadə edir. Daha sonra sonuncu 40-cı sualı izah edirəm. Müqayisə cədvəlinə əsasən doğru fikirləri müəyyən edin. Lazım şəkli və arzu şəkli. İlk olaraq lazım şəklinin şəkilçisini yazaq. A-sı 2 cür yazılan şəkilçisi, A 2 cür yazılan şəkilçisidir. Təsdiqdə işlənsə də inkarda işlənə bilmir. Lazım şəkli haqqında deyir. Biz bilirik ki, lazım şəklinin inkarı deyil sözü ilə düzəlir. Mamə ilə yox, deyil sözü ilə. Amma bu o demək deyil ki, o inkarda işlənə bilmir. Bu fikir yanlışdır. Bunu götürməyəcəyik. Sonra gələsiniz sözü bu şəkildədir. Gəl sözün kökü, kaş gələsiniz A-ə arzu şəkli, sınız də şəxs sonluğu. Bu arzu şəklindədir. Bu fikirdə getdi. Kaş anar da gəlsin. Kaş sözü bilirik ki, arzu ədatıdır və arzu şəkli arzu ədatları ilə işlənə bilir. Lakin hər deməli cümlənin qarşısına da biz kaş ədasını artırıb buna arzu şəkli deyə bilmərik. Biz fiilimizi təhlil edirik. Gəl sözün kökü, sın isə nədir? Şəxs şəkilçisi. Deməli, bu əmr şəklindədir. Bu da yanlışdır. 3-də getdi. İsə köməkçi sözü ilə işlənə bilmir. Bu doğru fikirdir. Biz bilirik ki, arzu şəkli isə ilə işlənə bilmir. Cümlənin feili xəbəri olur. Hər ikisi haqqında deyilən bu fikirdə tamamilə doğrudur. Feilin təsriflənən formaları feili xəbər vəzifəsinə çıxış edirlər. Məhsul növdə işlənə bilər. Bəli, bu da doğru fikirdir. Həm lazım şəkli, həm də arzu şəkli məhsul növdə işlənə bilər. Deməli, 4, 5, 6 bu da A variantında özünü göstərir. Bugünkü izahımız bu qədər. Növbəti videolarda görüşənədək.